ümumilikdə götürəndə təbii ki, söz əhəmiyyətlidir. Nə üçün içimizdə bəlkə də qara-qara qutular var, hər birinin də açıb daxilinə kiminsə dediyi o qəlb qırıcı sözü yerləşdirmişik, adamı da bağışlamırıq. Əgər söz əhəmiyyətsiz olsaydı, içimizdə bu boyda yaraları gəzdirməzdik. Hərçənd mən son dövrlərdə bunu təbliğ eləməyə çalışıram ki, atalar sözünü unudun. Qılınc yarası sağalar, söz yarası sağalmaz. Onu unudun. Düşünün ki, bir insan sizi çox sevirsə, dəyər verirsə, o həmin acı sözü deməməli idi. Deyibsə, deməli dəyər vermir. Dəyər verməyən adamı da sən nə üçün gözündə bu qədər böyüdüb ilahiləşdirirsən? Sözlər o zaman qiymətli, dəyərli olur və tam hədəfə vurur ki, biz onu doğru səs tonu və doğru bədən dili ilə deyirik. Məsələn, ola bilsin ki, müəllimlərimiz fərdi inkişafda öz şagird və tələbələrinə deyə biləcəkləri gözəl cümlələr seçiblər. Bəli, bu çox yaxşı bir manipulyasiya üsuludur, işə də yarayır. Amma əgər o xoş sözü, məsələn, afərin mənim balam, mən səni çox təqdir elədim, hər zaman belə davam et desək, gördünüz, səsim necə buz kimi, bir eqoizm yağı, qaşqabaqlı. Uşağın gördüyü, eşitdiyi sadəcə olaraq yəni sərt insandır. Halbuki gör nə gözəl sözlər söyləmişdim. Ya da tərsinə, ola bilsin ki, xoş mimika və yumşaq səs tonu ilə mən ağır söz deyim. Yenə qarşı tərəfi üzəcəm, özündən çıxardacam. Bu ikisi vəhdət təşkil edir və mütləq bir yerdə olmalıdır.